Bəlkə də bunlar Anunnakilər-idi. Anunnakilər qədim Mesopotamiya mənbələrinə görə səmadan yerə enmiş ilahi varlıqlardır. Şumer yazılarında qeyd olunur ki, onlar insanlara elm, mədəniyyət və hətta genetika barədə məlumatlar vermişdi. Onlar həm də qanadlı şəkildə təsvir olunurdular. Qobustandakı fiqurlar da sanki bu mifoloji varlıqları xatırladır. Böyük bədənlər, qeyri-adi duruşlar və arxalarında simvolik qanad formaları. Yaponiyada isə Dogu adlı qədim fiqurlar var. İri gözlü, qəribə formalı varlıqlar. Bəzilərində isə qanada bənzər əlavələr diqqət çəkir. Bəzi araşdırmaçılar bu fiqurların da göydən gələnlərlə əlaqəli olduğunu düşünür. Maraqlıdır ki, Dogu fiqurları ilə Qobustandakı qanadlı təsvirlər arasında formaca uyğunluqlar var. Bu isə bir sualı ortaya çıxarır. Bu təsvirlər müxtəlif dövrlərdə, müxtəlif qitələrdə eyni obrazların yaradılması sadəcə təsadüfdürmü? Yoxsa ortaq yaddaşın, ortaq təmasın, hətta qədim qlobal sivilizasiyanın sübutu?